Salam aleyküm dostlar. Bu günləri yepyeni bir Metro Royal videosuyla qarşınızdayım. İlk öncə etkinlik alanına gələcəyik. Yenidə gelişmiş moda girmişik. Radiasiya bölgəsində keçəcəyik oradan sonra. Sadəcə olaraq etkinlik bölgəsində bəzi göstərmədiyim şeylər var idi. Onları göstərəcəm sizə. Sonra davam edəcəyim ki, qabağımda səs var. Bot boş yerə güllə atmaz. Gördüm adamı. Sağdan qaçana vurmur, mənə vurur. Sən də yaman ağıllısan ha. Sən kimə vururdun görəsən? Bismillah. Eynən. Pus bu qədər, sonra da vura bilmə. Oluta baxmamışdan qabaq ucu can basmalıyıq. Adam bekar deyə yan nişangah da alıb. Üstün meka. Okey, bunu dəyiş, bunu götür. Bulutlardan yığaq. Belə onsda. Bunu da götürək, o qalsın sumkamızda. Gəlib etkinliyin girişinə çatdıq. Bot düşüb arxamıza. Güllə atmayacam ona. Okey. Sandıqlar açılmayıbdır. Əla. İndi nə edirik? Sizə nəyi göstərəcəm burada? Buradan nəyi göstərməmişəm onu deyim. Yəni belə 3-3-5-5 ən azından loot verir də bura. Məsələn 3 minlik, 15 minlik. Buradan bizə gördüyünüz kimi bıçaq verdi. İndi normal olaraq buradan verməyə bilər, qutulardan verməyə bilər. Gördüyünüz kimi adam var. Gəl. Yaman qəşəng səs qasırsan ha sən. Hər nəysə. Bu da yaxşı təzə giribdir. Çox da loot atmayıb burada deyəsən. Eynən loot atmayıbdır. Gördüyünüz kimi bizə qutudan verdi bıçağı. Amma normal olaraq qutudan verməyə bilər. Burada ortada olur bu bıçaq. Buraya gəldik. Buradan bıçağı alırıq. İndi bizdə olduğu üçün bu bıçağı yerə atdı. Normal olaraq 25 mində qiyməti var. Yəni bunu sonra oyundan çıxandan sonra sata bilərik. Bu bıçaqdan nə edəcəyik? Fikirləşirsiniz ki, məsəl üçün klassik modda bu gelişmiş şeydir də, adı nədir? Geri sarma bıçağıdır da. Vururuq, arxaya qayıtmaq falan olur. Amma burada elə bir şeyimiz də yoxdur, düzdürmü? Sandıqlarımızı açırıq, qəşəng. Gördüyünüz kimi o 2 dənə sandıq açmışıq, bunu da açırıq. Buradan gələn lootları yığdıq. Baxın. Bunlarda heç bir şey olmur ki. Bunların yanında heç bir şey. Amma bunun yanına gələndə altda avtomatik bir dənə işarə çıxır. Görürsünüz. Bax bunda da olmur. Bunda da olmur. Amma buna gələn kimi olur. Tak bunu vurduq. Nə oldu? Hop qutunun qapağı bağlandı. Böyrünə gələndə aç da gəlir. Aça vuraq görək nə çıxacaq içindən. Loot verəcək, yoxsa boş olacaq. Hop. Ooo. Kumul altını. 100 minlik. Yəni bunun içindən 15 min, 20 min verdi. İkinci dəfə açanda 100 min verdi. Verənin içinə. Sonra keçid elədik bura. Buradan məsələn, yəni neçə saniyə verib? 19 saniyəmiz var. 19 saniyə ərzində buranı lootlayırıq. O 2 dənə sandığı bir də onu açırıq. Və vaxtın keçməyini gözləyirik həmən müddətdə.
Məndə indi sumka çox doludur, düzdür. Lazımsız hər şeyi yığmışam. Amma indi sumkanı təmizləyəcəyik. Məsəl üçün saniyəsi qurtarıbdı. Sandığı açırıq birinci ilk növbədə. Qəşəng bir şəkildə. Buradan çıxan 15 minliklər verdi ancaq. 15 minlikləri götürdük və sandığı təzədən bağlayırıq. Hop, 50 saniyə vaxt verir. Da bu bıçağın təzədən aktivləşmək üçün. Sonra yenidən bu sandığı açırıq. Bizə baxaq görək nə verdi bu dəfə. Yenə bıçaq verdi. İndi bıçaq da bizim işimizə yaramayacaq, amma buradan qalanlarını götürək. Həmçinin buradan 2 dənə ilə sandıq var. Sarı sandıqdan qızıl sandıq deyib biz ona. Qarşı tərəfində də eyni ilə 2 dənə o sandıqdan var. Biri burada, biri də aşağıda. Yenə biz buranı lootlayaq. Həmən müddətdə bıçağın vaxtı gəlsin. Qaçsın, neysə. Qoy getsin, bizim burada işimiz var onsuz. Lootsuz idi adam. Gördüğünüz kimi adamın əlində bir dənə bıçaq var idi, onunla gəlmişdi yuxarıya. Bu sandıqları elənsinə təzədən açaraqdan loot yığmağa. Bir səviyyə setlə girmişdik səviyyə. Yəni çox rahatlıqla ala bilərdim onu, almadım. Qızıl rəngdə olan sandığımızı açıq. Bunun adı nə gedir? Altın qum sandığı. Və bunun içində gördüyünüz kimi 3 minlik və 15 minliklərdən verdi. Təzədən sandığın ağzını bağlayırıq. Hop, və təzədən sandığımızı açırıq. Yenə də qəşəng 3 minlik, 15 minliklərdən verdi. Sumkanı doldurduğu şey. 34 dənə 15 minlik var. 18 dənə də 3 minlik. Əlavə olaraq 30 minlik və 100 minlik də veribdi bizə. Və gəlib çatdıq sonuncu sandığımıza. O nə idi? 128 minlik. Qəşəng. Bunu da tez ataq bura. Bunlar dəyilməsin onlara. Öldürəsin. Və son sandığımızı da bağlayırıq. Təzədən açırıq. Və gəlib radiasiya bölgəsinə çatdıq. Qabaqda səs-küy var. A qapısını da açıblar. Elə A qapısının ətrafında gedir fight. Sən kimsən axı? Soldan gələn var. Qəşəng. Çelik amiri zar. I got supplies. Bundadır. Qəşəng. Bunu da aldıq. Bizə 5 dənə sis lazım deyil. Neyirəm mən 5 dənə sisi? Mənə bulut lazımdır. Gülləni də al. Hələlik gülləni götürək. Qəşəng.
Geçək buranı təmizləmiş sayıram da hocam. Adamın lootuna baxaq. Gelişmiş. Yox, bunlara ehtiyac yoxdur. Yer get bir dənə sən. Bunu al, bunu al. Okay, gördüğünüz kimi xəncər 8000-ədir. Amma məsəl üçün əlimizdə olan geri sarma bıçağını yerə atırıq, qiymət göstərmir normal olaraq. Normal olaraq qiymət göstərmir, amma ki, mən götürüb satmışam, yəni ki, dəqiq olaraq 25.000 olduğunu bilirəm. İndi oyundan çıxandan sonra onu satanda yenə də sizə göstərəcəm. Çıxanda deyəndə ki, buranı təmizlədik. Etkinlik alanını təmizlədik. Göstərəcək başqa bir şey yoxdur. Buradan yavaşdan çıxışa doğru gedirəm. Və sonunda gəldik. Çıxışımıza da çatdıq. Ətrafı yoxlayaq. Adamcıl olmasın. Əziyyətimiz boşa getməsin də o boyda. Qəşəng çıxışımızı etdik. Yəni normalda deməli 9 nəfəri vurmuşuq. 5 dənə əsl oyuncu, 2 dənə bot, 2 dənə də robot. 700 xal almışıq qəşəng. Toplam dəyər 3.100.000. Toplam qazancımız isə 2.300.000. Məncə yəni çox əla bir şeydir. Yəni əlavə olaraq bir dənə də meka, üstün mekamız oldu. Gəldik envanterimizə, tez bir dənə ekipmanlarımızı təmir eləyək. Gördüyünüz kimi geri sarma bıçağımız envanterimizə düşür. O oyundan çıxdığımız kimi və dəyəri 25.000-dir. Sat deyiri 25.000 Metro Royal pulu elə buradan gəlir. Bir dənə üstün meka qabağa düşdük. Sat deyiri girək, buradan götürdüyümüz hər şeyi tez bir şəkildə seçək və gördüyünüz kimi 2.097.000, 2.100.000 toplam öyə dəyəri satar. Qəşəng pulumuz 4 milyona çıxdı. Partlayıcı mərmilərimiz gördüyünüz kimi 400 orada, 700 burada, 1100 dənə partlayıcı mərmimiz oldu. Kitlərimiz 50-60 dənə kitimiz oldu. Bir videomuzun daha sonuna gəldik deyirəm dostlar. Videonu bəyəndinizsə, zəhmət olmasa bəyənməyi, kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşmək üzrə deyirəm. Bye bye.